Salam, əziz və hörmətli Qərbi Azərbaycan televiziyası izləyiciləri. Sosial Tədqiqatlar Mərkəzinin sektor müdürü, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin təqdimatındakı deportasiya uğrayan irs verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Hər zaman olduğu kimi əzəli yurdumuz Qərbi Azərbaycanın tarixinin öyrənilməsi, eyni zamanda təbliğ istiqamətində yeni sənədlərlə, materiallarla qarşınızda oluruq. Bu gün də Qərbi Azərbaycanın tarixi diyarı adını qədim əzəmətli Zəngi çayından alan Zəngibasar mahalının tarixi haqqında danışacağıq. Oranın mədəniyyəti, mədəni irsi və deportasiya haqqında danışacağıq. Və verilişimizin qonağı gətirdiyi sənədlərlə deportasiyanı, eyni zamanda ərazinin tarixi əhəmiyyəti və Azərbaycanlıların oradakı həyat tərzi haqqında sizlərə çox dəyərli məlumatları sənədlər əsasında çatdıracaq. Verilişimizin qonağı orta məktəb illərini doğma el-obasında yaşayıb keçirən çox hörmətli Mirfaiq Mireydərovdur, Mireydərlidir. Mirfaiq Mireydərli eyni zamanda Qərbi Azərbaycan İcmasının İdarə üzvü və Zəngibasar İcmasının sədridir. Mirfaiq müəllim, xoş gəlmisiniz verilişimizə. Xahiş edirik izləyicilərimizə Qərbi Azərbaycanın İrəvana yaxın mahallarından olan ən deyək ki, tarixi cəhətdən də çox dəyəri olan mahal haqqında, Zəngibasar mahalının tarixi haqqında izləyicilərimizə məlumat verərdiniz. Çox sağ olun Əfqan müəllim dəvət üçün. Nəzərinizə çatdırım ki, demək Zəngibasar mahalı hələ İrəvan xanlığı mövcud olduğu dövrdə 15 mahaldan biri olubdur. İrəvan şəhərinin cənubunda, Türkiyə ilə sərhəddə, Araz çayından İrəvana tərəfdə bir ərazidə düzənlik, ora İrəvan çuxuru da deyiblər vaxtilə, belə bir düzənlikdə yerləşirdi. Ağrı vadisi boyunca bir neçə rayon var. Onlardan biri də Zəngibasar rayonudur. Zəngibasar rayonunun əvvəlcə mahal, sonra isə rayonunun demək şimal kəndləri bir qədər hündürdə İrəvanla sərhəddədir. Ancaq digər kəndlər hamısı münbit torpağı olan belə bir ərazidə yerləşirdi. Zəngibasar rayonu demək bir də təşkil olunub SSR qurulandan sonra, Sovet hakimiyyəti qurulandan sonra təşkil olunubdur 37-ci ildə. 37-ci ildən 1937-ci il, ondan demək 1948-53 deportasiyasından sonra o rayonda Azərbaycanlıların sayı xeyli azalıb. Ondan sonra Zəngibasar rayonu 53-cü ildə ləğv olunubdur. Bir də ləğv olunub ərazi 2 qonşu rayonlara, Üçməzin və Qəməli rayonlarının ərazisinə qatılıbdır. 1969-cu ildə rayon yenidən təşkil olunub, amma bu dəfə Masis adı ilə və qonşu rayonlara verilən həmin kəndlər bir qismi Zəngibasara qaytarılıb, ərazi olaraq həmin əraziyə qaytarılıbdır və Masis adı ilə biz 1988 demək 87-91 deportasiyalarına qədər, yəni konkret olaraq 88-in noyabr ayına qədər Zəngibasar rayonunda bizim əhali yaşayıb və bu gün də qaçqınlıq həyatını yaşayırıq. Mirfaiq müəllim, 1906-cı, 7-ci illər, ondan sonra 18-20-ci illər, 48-53 və sonuncu deportasiyaya qədər oradakı Azərbaycanlılara qarşı nə dərəcədə deportasiyalar hansı qaydada olub və o deportasiyalar o Zəngibasar bölgəsinə necə təsir edib? Əhalinin neçə faizini və necə köçürüblər? Oraya ermənilərin köçürülməsi necə baş verib? Hardan olub? Demək, Əfqan müəllim, qeyd edeyim ki, 1800-ün əvvəllərindən 1828-ci il Türkmənçay müqaviləsinə qədər orada bir neçə il müddətində, təxminən 12-13 il müddətində demək, mahalın ərazisində ermənilər yerləşdirməyə başlayıblar.
təxminən bir 604 nəfər, yəni mənbələrdə belə göstərilir. Əhali yaşayıbdır 5400-dən biraz yuxarı bütövlükdə əhali. Hamısı Azərbaycanlı olub. Bütün kəndlərdə Azərbaycanlılar yaşayıbdır. Sonrakı bir neçə il müddətində İran və o vaxt İran deyilmirdi. Yəni sonradan İran adlandırılan dövlətin ərazisindən, eləcə də Osmanlı ərazisindən Qacar dövləti. Demək, ora təxminən 2000-dən bir qədər yuxarı erməni köçürülür. 1800-cü ildə hardan köçürüldü bəs? Demək, bilirsiniz ki, 1800-ün əvvəllərindən ki, Çar Rusiyası bizim bölgədə müharibə aparırdı. O ilkin müqavilələr imzalanan vaxt, deyək ki, Qarabağda Kürəkçay, 5-ci ildə, 13-cü ildə Gülüstan müqaviləsi imzalanan sonra az sayda ermənilər bura gələcəkdə böyük planın tərkib hissəsi kimi bir ilkin olaraq burada yerləşdirildilər. Həmin ermənilər idi. Amma ondan əvvəl ərazidə çox az sayda ermənilərin olduğu barədə bizdə məlumat var. Yəni lap az sayda. Yəni 37 kəndin 4-ündə ermənilər qarışıq yaşayıblar. O 4-ündə demək 1828-ə qədər, 1800-dən 1828-ə qədər bu arada yerləşdirilib. Onlar da o dövrdə əlbəttə İrandan və Türkiyədən gəldi. Ondan qabaq ümumiyyətlə Zəngibasar bölgəsində erməni kəndi və yaxud da qarışıq yaşanılan kənd belə bir anlayış olmayıbdır. Sonra o dediyim o 2000-dən 2300-dən bir qədər yuxarı olan sayda erməni demək bölgəmizə Zəngibasara köçürülübdür. Beləliklə əhalinin sayı Zəngibasar mahalında 1800 artıq 30-cu illərin əvvəllərində təxminən demək Azərbaycanlılara nisbətdə bir 54% təşkil edibdir. Ancaq bütövlükdə əhalinin artıq yəni belə ümumi əhali göçü 35% qədər. Daha çox hardan məsələ eşitdiklərinizdən məlumatlısınız. Hardan köçürülmüş daha çox oraya ermənilər xüsusilə sizin ərazinizə? Yəni bizim ərazimizə o ilkin köçürülən ermənilər bu dediyim kimi İran və yəni o vaxt üçün Qacar dövlətinin eləcə də Türkiyə, Osmanlı ərazisindən. Sonradan məsələ 28-29-cu illərdə daha çox hardan köçürüldü sizin əraziyə? İrandan yoxsa Türkiyə? Hər ikisindən. Yəni belə mən də burada gətirmişəm o mənbələrdə göstərilir. Xüsusilə Türkmənçay müqaviləsi ilə bağlı orada bir mənbə var. Orada hamısı bir-bir göstərilir ki, hardan nə qədər köçürülübdür. Hətta kənd bə kənd, hansı kəndə neçə erməni köçürülüb, neçə qadın, neçə kişi, bura qədər bütün məlumatlar bizdə var. Yəni artıq mən düşünürəm ki... Mümkünsə o sənədi məsələ izləyicilərimizə, tamaşaçılarımıza təqdim edərdik. Çünki tarixi əhəmiyyəti var. Bu eyni zamanda ermənilərin əraziyə köçürülməsindən dair bu sənəd Armenska oblast. Bax, burada o dediyim qeydlər var. Bütün qeydlər hamısı burada var. Ondan başqa bax, burada mənbələr hamısı göstərilir. Hətta ermənilərin də burada adları keçir. Demək, burada məndə indi bu sənədlərin üstündə yəqin fikir verirsiniz, müəyyən qeydlərim var. Bax, hansı qəzada nə qədər erməni olub, nə qədər Azərbaycanlı olub, köçürülübdür. Bunlar var. Faiz nisbətləri hamısı var. Və bunlar hamısı arxiv sənədləri, mənbələri əsasında bunlar hamısı hazırlanmış sənədlərdir. Bəli, arxiv sənədləri. İrəvan quberniyasının ərazisində mövcud olan, yəni bütün o bizə maraqlı olan, ümumiyyətlə bizim qarşı tərəflərə, digər tərəflərə, tarixçilər üçün maraqlı olan bütün məlumatlar burada var. Və bu məlumatlar, belə deyək də, müəllif məlumatlar deyil. Məlumatlar tarixi faktlardır. Deyək ki, müqavilələrlə təsdiq olunmuş məlumatlardır. Bu, bir də deyim, qeyd edirəm ki, o mənim bir digərinin təhlilləri əsasında olan məsələ deyil. Müqavilələrdə öz əksini tapan burada materiallardır hamısı. Bax, burada məsələn, görürsün, bax, konkret
Zəngibasar rayonundan bağlı olan burada 1852-ci ilin fikir verirsinizmi? Baxın, 1852-ci ilə aid olan demək materiallardır. Bunlar işlənilib. Burada gördüyünüz kimi Zəngibasar buradan başlayır, bax buradan. Burada kəndlərdir. Fikir versə, düzdür, biraz balaca düşübdür. Kəndlərə fikir versinmi? Məsələn, erməni əhalinin sayı, köçürənlərdən söhbət gedir. Hardan, hansı rayona, hansı kəndinə köçürülür? Burada bütün rəqəmlər var. Yəni, bu rəqəmlər bugün Rusiya arxivlərində də var, Azərbaycan arxivlərində var, Ermənistanın özündə var, Tiflisdə var. Bütün arxivlərdə bu materiallar var. Çünki bu, iki dövlət arasında sülh müqaviləsi deyilən bir müqavilədən sonra ortaya çıxan müqavilə nəticəsində mənzərə, köçürülmüş insanlardır ki, bunların da eyni zamanda siyasi də var, fakt kimi də, sənət kimi də bunlar mövcuddur və bu da onu sübut eləyir ki, ərazinin əsas sakin Azərbaycanlılar olub və onları oradan erməniləri köçürdükdən sonra bir məsələni nəzərdə satırım ki, bu materialların hamısı Çar Rusiyasının bura dəvət elədiyi mütəxəssislərin ortaya qoyduğu materiallardır. Yəni, biz Azərbaycanlılar ya bir qeyrisi bu materiallarla bağlı hər hansı... Köçürənlərin hazırladığı sənətlər. Bəli, bəli. Oradan birbaşa mənbədən götürmüş sənətlərdir ki, biz bunları həmin o mənbədən mən çıxarışını eləmişəm. Bax, 3 regionun, 3 demək, mahalın burada çıxarışları var. O cümlədən də biri Zəngibasardır. Qeyd edim ki, Mirfaiq müəllim, ilk dəfə siz bu sənətləri bizim verilişdə təqdim edirsiniz. Bu da çox vacib bir məqamdır. Demək, sizin verilişə mən çox maraq kəsb edən sənətlər gətirmişəm. Düşünürəm ki, bu mübarizəni bizim hamımız aparmalıydıq. Amma təəssüf olsun ki, bəzən bir qədər bu məsələlərdə tənbəllik eləmişik. Amma sizin özünüz orada yaşadığınız dövrdə sizin orada Ermənistan Bakı hökuməti tərəfindən verilən sənədlərlə gəlmişsiniz. Bu orada sizin yaşayıb təsir aldığınıza dair bir sübutlardır. Eyni zamanda müxtəlif sənədlər, fotolar, rəsmi sənədlər var. Sizin orada yaşadığınız və mülkünüzlə bağlı sənədlər var, yazışmalar var. Və bunlar hamısı tarixi danılmaz faktlardır. Bunlarda burada ciddi bildiyim və düşünürəm ki, belə materiallar kimdə varsa, bunlardan bir istifadə edelim. Məsələn, Ermənistan rəhbərliyi xislətlərinə uyğun olaraq deyirlər ki, bu gün də onu deyirlər. Məsələn, Azərbaycanlılar öz könüllü olaraq buradan çıxıb gediblər. Belə bir şey deyirlər. Amma o vaxt bu mənim atamın yazışmaları nəticəsində indi fikir verin, nə maraqlı bir sənət gətirmişəm bura. Bunu demək, Zamestitel Prokuror Respublika Armeniya, Ermənistan Respublikasının prokurorun müavini Bağdasaryan. Bağdasaryanın imzası ilə gələn neçənci ildə verilən sənətdir bu? Bu, demək gəlib, ikisi 10-cu ay 90-cı ildə. Mənim valideynimin onlara yazdığı evimizin demək əlimizdən alınması ilə bağlı yazdığı materiallar, yazdığı şikayət ərizələrinə bunların verdiyi cavabda maraqlı bir yer var. Bu, o vaxt bizim ailə üçün şəxsi bir məsələ idi. Amma bugün bizim milli məsələmizə dəstək olan bir sənətdir. İndi bir cümlə oxuyacağım. В связи с обострением межнациональных отношений вы заключили письменный договор об обмене вашего дома с квартирой ответчика Ахьяна Эдik'ti adı, находящийся в городе Baku. Burada maraqlı olan nədir? Demək deyir ki, millətlərarası münasibətlərin gərginləşməsi ilə əlaqədar olaraq siz Axyan Edik'lə müqavilə imzalayıbsınız. Axı bunlar deyirlər ki, özləri gedibdir. Yəni bir həssasına bilirsiniz də, bir neçə yerdə... Yəni, halbuki müqavilələr də imzalanmayıb, heç kimə də burada heç kimə dəyişdirməyib, amma... Prokurorun müavini deyir ki, təsdiq edir. Ona görə bu sənədlərin... Amma halbuki siz burada heç kimlə evi dəyişdirməmişsiniz, gəlmişsiniz, burada qaçqın vəziyyətə düşmüşsünüz və öz imkanlarınızla özünüzə yeni həyat qurmuşsunuz və devlətimizin də dəstəyi. Yəni bu yazışmalardan sonra bəlkə də o zaman bilməzdik ki, bu bir cümlə
Bəli, bu gün onun əleyhinə ermənilərin özünə cavab bir olacaq. Sənəd olacaq. Özlərinə cavab olacaq. Deyirlər ki, siz buradan könüllü gedibsiniz. Bəli, Elə özləri birdən-birə özlərini beyninizə təqsir düşüb ki, buranı tərk etmək lazımdır. Amma burada görsün nə deyir. Deyir ki, millətlər arası münasibətlərin gərginləşməsi ilə əlaqədar olaraq, siyasi, düzdürmü? Əlaqədar olaraq. Bunu artıq bu çox qiymətli. Mən düşünürəm ki, bu gün mübarizəmizdə belə sənədlər daha kimlərdə varsa ortaya qoysalar yaxşıdır. Bax, məsələn, Ermənistan prokuroru Danilyana demək orada şöbə müdürü Danilyana İbrahimov bizdən atamın müraciətləri əsasında buradan dövlət qurumu rəsmi olaraq ora yazıbdır. Və onun məzmunu burada göstərilir ki, demək, Bakı şəhər prokuroruna tapşırılıbdır ki, mənzilin zəbt olunması ilə bağlı, Rusça yazılıbdır burada, zəbt olunması ilə bağlı bu məsələ ilə əlaqədar müraciət olunsun Ermənistan demək, Respublikasının prokurorluğuna. Yəni, bu sənədlər, onların da verdikləri cavabların əslində, bax, görürsünüz, bu hamısı yəni imzalarla sənədlərdir. Məsələn, burada deyək ki, Ermənistan SSR bütün materiallar göndərir, yenə Rusça yazılıbdır. Bütün materiallar Heydər Mirabbas Səfərovla bağlı bütün materiallar göndərilir baxılması üçün. Yəni, bu göndərilir baxılması üçün bunun cavabı var. Bunlar hamısı məndədir. Bütün nə qədər demək, o yazışmalar var və yenə deyirəm, o yazışmalar artıq bugün bizim ailə məsələmizdən çıxıb. Bunlar bizim artıq milli məsələmizə xidmət edir. İndi fikir verin, burada məhkəmənin, görürsünüz, özdə əllə yazılıbdır, məhkəmənin demək, Zəngibasar, yəni Masis rayon o vaxt Ermənistan Sovet Sosialist Respublikası adından Masis rayon Narsud, yəni Xalq Məhkəməsi Voskanyan idi, elə yadımdadır ki, orada Voskanyanın rəhbəri ilə demək, hazırlanan bir sənəddir. Burada, demək, mən bunu işarə eləmişəm, burada belə bir yer gedir. Deyir ki, demək, вделив фактическими данными Народный суд считает, доказанным olar da, yəqin ki, biraz hərflər düzgün getmir. Следующим в связи с обострением, burada da görün, deyir, в связи с обострением межнациональных отношений истец свой дом Seli Demurçi, fikir verin, təsdiq edir ki, şikayətçi demək, Seli Demurçi обменял kvartirni və s. Qorada baxıb, səvəzi doğru. İndi nəyi demək istəyirəm? Yəni, məhkəmə də bunu təsdiq edir. Rayon məhkəməsi də həmin o fikri təsdiq edir. Bizim üçün bugün o ev orada qalıb, filan edib, artıq o maraq kəsb edən. Bizim üçün bu cümlə lazımdır ki, Ermənistan rəhbərliyinin dediyinə həm Respublika prokurorluğunda, həm rayon prokurorluğundan gələn cavablar, həm ta məhkəmədən o tərəfə yoxdur. Orada da bir yalanı qeyd ediblər ki, evi güya ki, yəni dəyişdirmiş kimi, amma evdə dəyişdirməyib, zəbt olunub. O yalandır, o zəbt olunub. Amma maraqlı burada, yəni bir onların öz rəhbərinə cavab olaraq mənim üçün açıq deyim. Yəni bu cümlədir. Bu onları ifşa eləyir. Onların özünü ifşa eləyir. Bir də sizin orada məsələ müxtəlif sənədlər var, doğum şəhadətnaməsi var, atestatlar var. Onları da məsələ xüsusi fotolar var məktəbin qarşısında. Bu foto bizim məktəbdir. Bu məktəbin qarşısında çəkdirmişik. Dəmirçi kənd məktəbinin həyətində çəkilmiş şəkildir. Eyni zamanda orada verilmiş sənədlər var ki, bu da bizim orada yaşadığımızı sübut edən ən mühüm mənbələr. Belə bir Vqayaqan, demək bu nədir? Erməni dilində yazılıb, yəni Mirzəyeva Günəş Mirzə qızı.
Bunlar sizin yaxın doğmalarınıza yaxın aid olan sənətlərdir. Bəli, orqanların yaşadığına dair sənətlərdir. Müfərrək müəllim, orada bir neçə də orada maraqlı eyni sənətlər var. Mənim özümə aid olan, özümə məxsus olan erməncə yazılıbdır. Onda Faiq yazırdılar, Faiq Abbasoğlu, Heydarov. Bax, görürsünüz, erməncə yazılıb bunların hamısı. Hayk və s. da indi bunlar nəsə yazılır. Müfərrək müəllim, sizin kənddə sonuncu deportasiyada nə qədər adam evini tərk etməyə məcbur oldu? Neçə nəfər yaşamışdı sonuncu deportasiyada sizin kəndin ərazisində? Bizim kəndin ərazisində təxminən 1600 nəfər, 1600-dən biraz artıq, deportasiya 1888-ci ilin, demək 1988-ci ilin 2 ayı ərzində sentyabrın axırları, oktyabr, noyabr deportasiya olunubsa məcburi, yəni evlərinə gəliblər, çöküblər ki, dəyişməsiz, dəyişməyənlərsə müxtəlif təzyiqlər ediblər. O cümlədən də bizim evimizi əlimizdən alıblar. Hətta orada bir məsələ var. Güya ki, mənim qardaşım həmin ərəfədə İsmaillidə demək işləyən qardaşım var idi. Güya ki, o ermənilərlə gəlib orada razılaşıb nəyəsə qol çəkib. Hansı ki, onda İsmaillidə idi. Yəni, o cür saxtakarlıqlar çoxdur. Mən sadəcə onların bugünkü rəhbərliyinin, danışıqlarını ifşa edən materialların və o cümlələrin üzərində dayandım. Burada çox şey var ki, oxuduqca insan... Bir də sizin kənd, xüsusilə 18-20 deportasiyasında, o soyqırımında kəndə hansı divanlar tutulub? Nə qədər insan həyatını bitirib? Demək, bu Zəngibasarın kəndlərinin hamısında olub. O cümlədən də bizim Dəmirçi kəndində olubdur. Məsələn, mən bir dəfə kəndi Bütövlükdə rayonu təhlilinə apardım. 1897-ci il siyahıya alınması var. O siyahıya alınmaya görə Bütövlükdə Qərbi Azərbaycanda əhali artıq yarı-yarı idi ermənilərdən. O vəziyyət Zəngibasarda hələ ki Azərbaycanlıların xeyrinədir. Zəngibasar rayonunda Bütövlükdə. Amma bizim rayon, bizim kənd, Dəmirçi kəndi, demək, hamısı Azərbaycanlılar olub. Yəni, bütün dövrlərdə. Orada son illərdə 1-2-3 nəfər erməni vardı. Onlar da evlərini bizim cəmaat, onların evlərini aldılar. Onlar kənddən çıxası oldular, getdilər. Amma 18-20-də sizdə qırğın... 5-6-cı il qırğınları olub bizim kənddə və bütün bölgədə. Bilirsiniz, bizdə əhalinin sayı çox idi. Ərazi biraz balaca olubdur bizdə Zəngibasarda. Əhalinin sayı çox olub. Çünki hər yer orada əkilirdi. İnsanlar elə yer yox idi ki, orada məskunlaşmasın. Yəni, dağı yox idi, daşı yox idi deyə kəndlər bir-birinə yaxın idi. Yəni, bu kənddə bir hadisə baş verirsə, o kətdə ya 1 saatdan sonra, ya bir 20 dəqiqədən sonra orada baş verə bilirdi. Bizim kətdə 5 və rayonda 5-6-cı illər hadisələri, ümumiyyətlə Zəngibasar bölgəsi bütün hadisələrdə, bütün o məsələlərin, qırğınların deyək, döyüşlərin və s. epicentri olub. Yerevana yaxın olduğuna görə. İtkilər də çox olub. İtkilər də çox olubdur. Məsələn, bizim kətdən təxminən 18-20-ci il hadisələri zamanı bizim kətdən çıxan əhalinin bir 20% geri qayıdıb. Mən bunu yəni sənədləri işləyib deyirəm. 20% geri qayıdıb. O 20% hesab edin ki, demək, kollektivləşmə illərinin bəlaları, 37-38 siyasi həbslər, repressiyalar, 48-53 deportasiyası və müəyyən gənclərin gəlib oxuyub qayıda bilməmələri. Bunların hamısına rəğmən Azərbaycanlıların sayı 1600 nəfərə çatıb. Elə bilin ki, bir 1800 əhalisi olan Azərbaycanlıdan hamısı çıxıb, öldürülüb, başını götürüb qaçıblar İran-Türk ərazilərinə, o vaxt Osmanlı ərazilərinə. Geri qayıdanların sayına baxın. Demək, mən bir dəfə hesapladım. Əgər o əhali, bu dediyim deportasiyalar, nə bilim, soyqırımlar filan olmasaydı, tək bizim təxminən kətlər eyni deyə, indi mən daha
sualı belə qoydunuz Dəmirçi ilə bağlı, kəndimizlə bağlı. Hesab edin ki, hamısında bərabərdir. Eyni vəziyyətdir. Demək, mənim hesablamama görə bizim kəndin əhalisi əgər o deportasiyalar falanlar və s. dediyim məsələlər olmasaydı, sıxışdırmalar və s. olmasaydı, təxminən bir 4500-5000-ə yaxın əhalisi olmalıydı. Bəli, bu da böyük bir rəqəm. Böyük bir rəqəmdir, əlbəttə. İndi 1870-də əgər Qərbi Azərbaycanda yaşayan Azərbaycanlarla artıq sıxışdırılan Azərbaycan, çıxarılan Azərbaycan və bura köçürülən, bizim dədə-baba torpaqlarımıza köçürülən ermənilərin sayı təxminən bərabərdirsə və bu gün ermənilər deyirsə biz 3 milyonuq, bizim əhali də sayca bilirsiniz artım onlardan çoxdur. Demək biz orada olmalıydıq 4 milyon, 5 milyon. Yəni bu xırda rəqəmlərə baxıram, amma mən başqa bir şeyləri heç təhlil etmirəm. Ona görə də onlar həmişə bu deportasiyaları həyata keçiriblər ki, bizim orada sayımız artmasın və biz azınlıq vəziyyətində yaşayaq orada. Təbii. Müfaiq müəllim, verilişimizdə gəldiyiniz üçün və çox dəyərli məlumatları bizimlə izləyicilərimizə bölüşdüyünüz üçün sizə təşəkkür edirik. Əziz və hörmətli Qərbi Azərbaycan televiziyası izləyiciləri, Əfqan Vəliyevin təqdimatındakı deportasiya öyrəniş verilişinin növbəti buraxılışının sonuna gəldik. Xatırladım ki, bugünkü verilişimizin qonağı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü və eyni zamanda Zəngibasa İcmasının sədri Mirfaiq Mireydərli idi. Mirfaiq müəllimlə biz Zəngibasa mahalının tarixi və eyni zamanda ərazidən deportasiya haqqında danışdıq və onun verdiyi dəyərli məlumatları sizinlə bölüşdük. Sağ olun, salamat qalın. Növbəti verilişlərdə görüşmək ümidi ilə.